Salam, kanalımın çok kıymetli, değerli izleyicileri. Bugünkü videoda iki düz xəttinin arasında kalan bucağın tapılmasına ait olan məsələləri birini seçmişim. İndi onu izah etməmişdən qabaq bir şey vurğulayım ki, əgər düz xəttin tənliyi AX plus BY plus C bərabər 0 şəklində verilibsə, komponentləri AB olan, komponentləri A və B olan vektor, onda n ilə işarələdik. Bu vektor düz xəttin normalı adlanır, yəni normal vektor deyirlər ona. Hansı ki, düz xəttə perpendikular olur həmin normal. Yəni normal düz xəttə perpendikular olur. İndi bunu biləndən sonra nə edirik? Keçək məsələmizin həllinə. Deyir ki, tənlikləri 2x minus y plus 6 bərabər 0 və x plus y minus 1 bərabər 0 ilə verilən düz xətt arasında qalan bucağın sinusunu soruşur. Bu iki düz xətt arasında qalan bucaq elə həmin düz xəttlərin normalları arasında qalan, normal vektorlar arasında qalan bucaq ilə eynidir. İndi gəlin düz xəttləri yazacaq. 2x minus y plus 6 bərabər 0. Bu düz xəttin normal vektoru n1 ilə işarələyirik. Komponentləri 2 və -1 olacaq. İkinci düz xəttimiz x plus y minus 1 bərabər 0'dır. Bu düz xəttin normal vektoru 1, 1'dir. Deməli, iki düz xətt arasında qalan bucağı tapmaq üçün elə onların normallarının arasında qalan bucağı tapmaq kifayət edir. İndi iki vektor arasında qalan bucağın tapılmasında bilirik ki, iki vektor arasında qalan bucağın kosinusunu tapa bilirik də, biz düzdür. Kosinus alfa bərabər vektorların skaler hasili n1 vurulsun n2 bölünsün onların uzunluqlarının hasili. Bax, bu düsturdan istifadə edirik. Skaler hasili tapaq. Deməli, uyğun komponentlərin hasilinin cəmi. Yəni 2 vurulsun 1, 2, -1 vurulsun 1. O da -1. Uzunluğu da n1'in uzunluğu olacaq kök altında 5. n2'nin uzunluğu olacaq kök altında 2. Bu da olacaq 1 bölünsün kök altında 10. Amma bizdə gördüğünüz kimi sinusunu soruşur. Biz də bilirik ki, düz bucaqlı üç bucaqda iti bucaq alfadırsa, kosinus alfa ne deməkdir? Bitişik katet bölünsün hipotenuz. Yəni bitişik katet 1'dir, hipotenuz isə kök altında 10'dur. Pifagordan taparaq ki, ikinci katet, yəni alfa bucağın qarşısındakı katet 3'dür. Deməli, iki düz xətt arasında qalan bucağın sinusu, dolayısıyla onların normal arasında qalan bucağın sinusu bərabərdir 3 bölünsün kök altında 10. Və yaxud da kök altında 10'a vursaq kəsin surət və məxrəcini 3 kök 10 bölünsün 10. O da gördüğünüz gibi D variantındadır. Sağ olun. Növbəti videolarda görüşərik. Bu arada videonu beğenin. Paylaşın. Zəhmət olmasa abunə değilsinizsə kanalıma da abunə olsanız çox sevinərəm. Və şərhlər bölməsindən şərhlərinizi yazın. Mənim üçün çox qiymətlidir. Çox dəyərlidir. Hansı mövzuya aid olan məsələlərin həllini istəyirsinizsə şərhlər bölməsindən qeyd edin. Mən onun izahını verməyə çalışacağım. Sağ olun. Növbəti videolarda görüşərik.